Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Bugün sizə çatdıracağım birinci hissə test topludan köməkçi nitq hissələrinin ümumi məsələləri və elə qeydlərimi də testlərin üzərində nəzərinizə çatdırarım. Birinci testdə nə deyir? Deyir, nümunədə hansı köməkçi nitq hissələrinin işləndiyini müəyyənləşdirin. Şeir parçası verib, baxaq görək. Nə olar? Hər şeyi deyə bilmirəm. Deyəsən bunları həyat deyəcək. Ah, tək sən sağ ol, bu soyuq tali məndən istəsə bir can istəyəcək. Deməli, nə olar? Hər şeyi deyə bilmirəm. Deyəsən modal söz. Ah, nida, təki arzu edat. Oldu nə? A variantı. 2. Nümunədə hansı köməkçi nitq hissələri işləndiyini müəyyənləşdir. Nə bu dərd gərəkdir uşaqlar üçün qoşmaq, nə bağlayıcıdır, nə də aramızda bu narazılıq bağlayıcıdır. Biz dərdin, kədərin özündən belə ədat, onlara səadət yaratmalıyıq. Deməli, burada nə var? Bağlayıcı, qoşma, ədat, A variantı. Hansı cümlədə köməkçi nitq hissəsi işlənməmişdir? Ey vidadi, gərdişi dövrani, kətifdara bax, çağırış nidası. Aha, sınayırdım iqtidarımızı. Aha, nidadır. Səndən doymaq olarmı? Həyat, sən nə şirinsin? Mümü ədatdır, sual ədatıdır. Mən də sizin kimi qərib-üzaram, bağlayıcıdır. Boyu sürahidir, bədənin billur. Burada köməkçi nitq hissəsi yoxdur. 3-də E. 4-ə baxırıq. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Atalar demişdir ki, hirsliyə başda ağıl olmaz, bir dənə bağlayıcı var. Deyəsən, güman şübhə bildirən modal sözdür. Deyəsən, bu işin öhdəsindən yalnız, ancaq sən gələ bilərsən, ədatdır, bu da modal söz. 5-ə baxırıq. Hansı cümlədə həm ədat, həm də modal söz işlənmişdir? Həm ədat, həm də modal söz işlənmişdir cümlədə. Zaman dəyişir, hər şey inkişafdadır. Həmçinin insan zəkasıdır, həmçində bağlayıcıdır, dada bağlayıcıdır. Saat 1-də biz də toplanışda olmalıyıq mı? Biz də, burada var bağlayıcı, burada var sual ədatı. Uşaqlar, bəlkə bu məsələyə daha qayıtmayaq. Bəlkə güman şübhə bildirən modal sözdür, daha da qüvvətləndirici ədatdır. Elə olacaq 5-də C. 6-ya baxırıq. Hansı cümlədə 3 köməkçi nitq hissəsi işlənmişdir? Ay bala, məgər sən də uşaqsan? Ay bala çağırış nidasıdır. Ay, məgər ədatdır. Sonra dədə bağlayıcıdır. Oldu nə ilə A variantı. Sonra baxırıq 7-də. Biri sözə bitişik və ayrı yazılmasından asılı olmayaraq ahəng qanuna tabi olan köməkçi nitq hissəsidir. Əlbəttə ki, bu olacaq mümü. Mümü həm bitişik yazılır, həm də ayrı yazılır. Nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən edin. İşlənmə ardıcıllığına baxaq. Deyir ki, Firəngiz, of, Nərgiz, xatırlayıram 13 il bundan əvvəl həmin bu yerdə onu əvvəl və indi oynayacağı rolda görmüşdüm. Cəfər Cabbarlının Oktay Eloğlu əsərindən verilmiş parçadır. Deməli, ardıcıllıq deyirsə bizə, of, bu nidadır. Birinci gəlir 5, belə qoyaq. Burada qoyaq 5. Sonra, Nərgiz, xatırlayın, 13 il bundan əvvəl qoşmadır. Qoşmanı da qoyuruq bura 1. Sonra bu yerdə onu əvvəl və indi oynayacağı rolda görmüşəm. Baxın görüm, əvvəl qoşmanı verdik. Baxın görüm, 13 il burada nidam var. 5 gəlir birinci. Xatırlayın, 13 il bundan əvvəl həmin bu yerdə onu əvvəl və indi. Bu da bağlayıcıdır 2. Oldu nə? 5, 1, 2 E variantı. 9-a baxırım. İstəyirdim ki, günahıma görə məni danlasın, lakin o inadla susur və bu məni qorxudurdu cümləsindəki köməkçi nitq hissələrin işlənmə ardıcıllığını göstərək. İşlənmə ardıcıllığını. İstəyirdim ki, bağlayıcı, sonra
Günahlarıma görə qoşma məni danlasın. Lakin bağlayıcı o inadla susur və bağlayıcı inadla susur. Bu qoşma zərfcədə leksik keçidi nə tərzdə? Nə oldu indi? Bağlayıcı, qoşma, bağlayıcı. C variantı. 10. O bu sözləri bir nəfəsə deyib düşündü ki, görəsən bu hərəkəti ilə qızı təşvişə salmadı ki. Deməli, baxırıq. O bu sözləri bir nəfəsə deyib düşündü ki, bağlayıcı, görəsən modal söz bu hərəkəti ilə nə ilə qoşma qızı təşvişə salmadı ki, cümlənin sonunda gəlib ədat. Deməli, bağlayıcıdır, sonra modal sözdür, sonra qoşmadır, sonra ədatdır. Y variantı. Sonra 11. Ağılla fərasət oldu. Şübhəsiz fərasətə oldu. Şübhəsiz qələbə də olacaq. Sevinç də. Deməli, ağılla fərasət. Ağıl və fərasət bu bağlayıcıdır. Bağlayıcı. Şübhəsiz, güman şübhə bilir. Şübhəsiz modal sözdür. Qələbə də bağlayıcı. Sevinç də bağlayıcı. Sadalama funksiyası varsa bağlayıcı, modal söz, bağlayıcı. Oldu nə? Y variantı. 12. Köməkçi nitq hissələrinin işlənmə ardıcıllığı müəyyən edin. Şeir parçası verib. Yaxşı, qoca. Mən artıq əl çəkirəm ölüm hökmündən. Ancaq kəsəcəyəm yazan əlini. Vaqif piyesindən verilmiş parçadır. Baxaq, deməli, yaxşı. Təsdiq bildirən modal sözdür. Qoca, mən artıq əl çəkirəm, artıq. Bu da ədatdır. Ölüm hökmündən ancaq kəsəcəyəm, lakin kəsəcəyəm. Bu da oldu bağlayıcı. Modal söz, ədat, bağlayıcı, A variantı. 13-ə baxırıq. Deyir ki, altından xətt çəkilmiş sözlərdəki la nədir? La işlənmə ardıcılığını müəyyənləşdirir. La həm qoşma olur, həm bağlayıcı olur, həm də zərfcədən leksik şəkildir. Şeirdən parça verib bir baxaq görək. Həyətimdə səfalı bir bağ salacağam mən. Yurdumda bir misilsiz bağban olacağam mən. Çiçəklərlə, quşlarla dolacaq bağım mənim. Daşacaqlar həyatla əlvan otağım mənim. Deməli, çiçəklərlə, quşlarla nə ilə? Qoşmadır bu. Nə ilə sualına verirsə cavab qoşma. Baxaq görün. Daşacaqlar həyatla əlvan otağım mənim. Nə ilə? Həyatla. Yenə nə ilə sualına cavab verdi, yenə qoşma. Birinci oldu birgəlik qoşması, elə ikinci də oldu birgəlik qoşması. Oldu nə? 13-də A. 14. Sənin oğlun Fərman qaçaq oğlandır. Qoçaq oğlandır, bağışlayın. Ancaq onun bikar və avara gəzməyi doğrusu mənə toxunur. Deməli, nümunədə köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin. Deməli, sənin oğlun Fərman qoçaq oğlandır. Ancaq bu bağlayıcıdır. Onun bikar və avara gəzməyi, bu da bağlayıcıdır. Doğrusu modal sözdür, mənə toxunur. Deməli, bağlayıcı, modal söz 14-də oldu, D variantı. 15-ə baxırıq. Deyir ki, hansı cümlədə düz sözü lap ədatının sinonimidir. Sözlər kimi, leksik mənaya malik sözlər kimi köməkçi nitq hissələrində sinonimli olur. İlkin düz danışmağı xoşlayırdı. Bu, burada sifətdir. Bizdən ədat soruşur. Necə danışmağı? Daha doğrusu zərfdir. Feilin yanında gəlir. Düz əyrini kəsər. Düz nə? Da isimdir. Doğru sözə düz ilqara aşiqəm. Necə ilqara? Bu sifətdir burada. Çevrə düz xətt vasitəsilə iki bərabər hissəyə bölünür. Necə xətt vasitəsilə? Burada da sifətdir. Əli deyəsən gəlib düz bizim gözlədiyimiz mətləbin üstünə çıxdı. Lap bizim gözlədiyimiz mətləbin üstünə çıxdı. Oldu 15-də Y. 16-ya baxırıq. Verilmiş cümlələrdəki köməkçi nitq hissələrinin işlənmə ardıcılığını müəyyənləşdirin.
Ey məhəbbətdən sabit qədəm olan, məhəbbətdən başqa yolla getmə. Mənim ürəyimin mərhəmi və sirri yalnız məhəbbətdir. Deməli, çağırış nidası bu nidadır. Məhəbbətdən başqa qoşmadır. Yolla, nə ilə qoşmadır. Mənim ürəyimin mərhəmi və sirri qoşmadır. Deməli, qoşma və qoşma nəymiş? Bağışlayın, bağlayıcı və sirri yalnız məhəbbətdir. Yalnız məhəbbətdir, ancaq məhəbbətdir. Bu da oldu nə? Ədat. Deməli, 16-da düzəkdə nidadır birinci, sonra qoşmadır, yenə qoşmadır, bağlayıcıdır, yenə ədatdır. D variantı. Hansı nümunənin sonundakı köməkçi nitq hissəsi əsasında durğu işarəsini asanlıqla bərpa oluna bilər. Durğu işarəsi asanlıqla bərpa oluna bilər. Baxaq, deyir ki, gənclərmi bu barədə düşünməlidirlər? Gənclərmi, sadəcə adi bir feili xəbərdir, bu sualdır. Mənə deyir ki, cümlənin sonunda işlənmiş köməkçi nitq hissəsi durğu işarəsinin bərpa olunmasına asanlıqla kömək edir. Bu adicə cümlənin sonundakı köməkçi nitq hissəsi işləməyib. Bu burada işlənib cümlənin əvvəlində. Gənclərmi ədatdır. Sual ədatıdır. Amma cümlənin əvvəlində işlənib də. Bizə tapşırılıb ki, quyunun lap dərinliyinə enək. Enək də vadi bir nəqli cümlədir. Sonra yuxarılarda da sənin kimi düşünənlərin sayı az deyil, hətta vadi bir nəqli cümlədir. Sonra bütün baş verən hadisələrə münasibət bildirmədim bəs sual ədatıdır. Cümlənin durğu işarəsini qoymalıyam. Elə məndən də testdə bunu istəyir. Deyir ki, cümlənin sonunda işlənmiş köməkçi nitq hissəsi durğu işarəsinin bərpa olunmasına, asanlıqla bərpa olunmasına kömək eləyir. Oldu nə? D variantı. 18. Nöqtələrin yerinə ardıcıl olaraq artırıla bilən köməkçi nitq hissələrini müəyyən edin. Dünyanın müxtəlif xalqlarının mədəniyyətləri arasında fərqlər olduğu kimi qoşma olacaq. Bədii ədəbiyyatlarda da müxtəliflik var. Bağlayıcını qoyduq ora. Sonra bu hal milli xüsusiyyətlərlə bağlıdır. Bu hal adətən milli xüsusiyyətlərlə bağlıdır. Bu da oldu modal söz. Nə oldu indi? Hansıdır? Qoşma, bağlayıcı, modal söz. Qoşma, bağlayıcı, modal söz C variantı. Nümunədə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığı müəyyən edin. Həmçinin o, publisistik əsərlər qiymətli sayılır ki, onlar həqiqətən həyatın canlı qaynaqlarından doğan problemləri daha geniş əks etdirir. Deməli, həmçinin bu bağlayıcıdır. O publisistik əsərlər qiymətli sayılır ki, bağlayıcıdır. Onlar həqiqətən modal söz, həyatın canlı qaynaqlarından doğan problemləri daha geniş əks etdirir. Ədat. İndi nə oldu? Ardıcıllıq olaraq. Deməli, bağlayıcı, modal söz, bir də ədat. C variantı. Köməkçi nitq hissələri ilə bağlı doğru fikirləri müəyyənləşdirin. Ədat aid olduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Bu qoşmadır. Yalnız qrammatik mənaya malik olur. Bəli, bütün köməkçi nitq hissələrindən söhbət gedir. Modal sözlərin əsas vəzifəsi cümlədəki mənanı daha qüvvətləndirmək bu ədata aid olan qaydadır. Bir sıra köməkçi nitq hissələrində amonimlik özünü göstərir. Əvvəlki testlərdə də izahını vermişəm. Doğrudur. Ki bağlayıcısı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissələri bir-birinə bağlı. Bəli, bir qeyd də verim. Ki
cümlənin içərisində iki cümləni bir-birinə bağlayırsa, onda baş da gələ bilər, budaq da gələ bilər. Bunun haqqında qeydləri mən video şəkil formatında, formatında çəkmişəm. YouTube kanalımda yerləşdirmişəm. Elə tabeli mürəkkəb cümlə və ya tabeli mürəkkəb cümlə yazsanız çıxacaq. Orada bir nəzər atmağınızı tövsiyə edirəm. Nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Deməli, sən də sağ ol, qoca çoban. Vaxt ötür daha. Az mı qalır, çox mu qalır, görən sabaha. Deməli, sən də sağ ol, bu bağlayıcıdır. Qoca çoban. Vaxt ötür daha. Vaxt ötür daha. Baxırıq, vaxt ötür daha. Bu ədatdır. Ədat. Az mı qalır, çox mu qalır, görən sabaha. Deməli, nə oldu indi burada? Az mı qalır, çox mu qalır, görən oldu nə? Bir dənə də modal söz. Deməli, bağlayıcı, ədat, modal söz. Burada da mı, ədatdır, sail ədatı. Oldu nə? Bağlayıcı, ədat, bir də modal söz, D variantı. Köməkçi nitq hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin. Köməkçi nitq hissələrinə aid düzgün fikri müəyyənləşdirin. Baxaq, köməkçi nitq hissələrinə aid düzgün fikirləri müəyyənləşdirin. Bütün köməkçi nitq hissələri cümlə üzvlərindən vergüllə ayrılır. Bu səhv fikirdir. Çünki məsələn modal sözlər var, sanki, güya, elə bil vergüllə ayrılmır. Elə ədatın özü olsun. Bircə dənə ədatda təsdiq və inkar bildirən ədatlar aid olduğu cümlə üzvündən vergüllə ayrıla bilir. Bu səhvdir 22-də. Sonra bir qismi söz cümlə ola bilir. Bəli, təsdiq və inkar ədatları söz cümlə olur. Məsələn, deyir ki, bugün dərsdə iştirak edəcəksən. O da deyir bəli və yaxud xeyr. Söz cümlə oldu. Sonra leksik məna daşıyır. Əsas nitq hissələri leksik məna daşıyır. Qoşmalar digər köməkçi nitq hissələri ilə sinonimlik yarada bilir. Qoşmalar digər köməkçi nitq hissələri sinonimlik yaratmır, amonimlik yaradır. Sinonimliyi öz məna növləri arasında yaradır. Bəziləri əsas nitq hissələri ilə amonimlik yarada bilir. Bəli. Oldu nə? 2 və 5. D variantı. Verilmiş cümlələrlə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirləri müəyyən eləyək də. Deməli, görünür qız evi biraz bundan qabaq silib süpürmüşdü. Görünür qız evi biraz bundan qabaq silib süpürmüşdü. Cümləsində modal söz və qoşma işlənmişdir. Görünür modal sözdür. Qız evi biraz bundan qabaq, bu da nə vaxt, nə zaman qoşmasıdır. Bunu götürürük, doğruları soruşur bizdən. Sonra o özündə fərəhli bir yüngüllük və sevinç hiss etdi. Cümləsində ədat və bağlayıcı var. O özündə fərəhli bir yüngüllük, bir ədatdır və də bağlayıcıdır. Həmçə sözləri bir-birinə bağlayıb. Oldu nə? 1 və 2 elə B variantı. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Biraz vaxt aparan tapşırıqdır. Maraqlı tapşırıqdır. Getdik. Cümlələrdən yalnız birinə aid fikirdir. Cümlələrdən yalnız ikisinə aiddir. Heç birinə aid olmayan fikir. Baxdıq. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Deməli, baxırıq. Birinci cümlə aid. Ədat işlənmişdir. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Ədat cümlələrdən yalnız birinə. Buna aid deyil bu. Keçiyi bursunu oxuyaq görək. Bu müddətdə yalnız 4 dəfə kəndə anasının yanına gedib. Burada var. Elə ədat. Professor öz qapılarında, ata yurdunda da təzə salınmış bağça gördü. Deməli, bu buna aid olduğuna görə biri götürülür. Birinə aiddir. 2-yə baxırıq. Qoşma adlı halda olan ismə qoşulmuşdur. Bir baxaq görək qoşma varmı? Yolda tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Nə ilə dolu? Samanla. İsmin adlı halına qoşulmuş qoşmadır. Bunu da götürürük. Gəldik bu tərəfə. Cümlələrdən yalnız ikisinə aid, bunu silək. İkisinə aid olan fikir. Bağlayıcılardan istifadə olunmuşdur. Bir baxaq. Elə birinci cümlədə var bağlayıcı.
2-yə baxaq görək. Bu müddətdə yalnız 4 dəfə kəndə anasının yanına burada yoxdur. Professor öz qapılarında, yəni ata yurdunda da bağlayıcıdır. Bunu da götürürük buradan. Keçirik baxaq. Ədat quruluşca sadədir. Bir baxaq görək, ədat birinci cümlədə ədat yoxdur. İkinci cümlədə yalnız var, sadədir. Bu doğrudur. Amma ikinci cümlədə ədat, üçüncü cümlədə ədat yoxdur. Bu bircə dənə nümunəyə aiddir. Bizdən ikisini istəyir axı. Gəldik bu tərəfə. Heç bir cümləyə aid olmayan fikir. Bağlayıcı quruluşca sadədir. Bir bağlayıcıya baxaq görək. Quruluşca sadədir və bağlayıcısı sadədir, bəli. Sonra da bağlayıcısı sadədir, bəli. Mənə deyir ki, heç birinə uyğun olmasın. Keçdik 6-ya baxırıq. Bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. Bağlayıcı. Baxaq görək, cümlə üzvlərini əlaqələndiribmi? Baxım görüm. Deyir, yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Bir də bağlayıcı bir dənə burada var, bir də burada var. Gəldik indi bunun təhlilinə. Bir dənə bu cümləni bu sintaktik təhlil eləyək, fikrimi sizə izahını verəcəm. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Keçirdi. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar keçirdi. Taxıl və samanla, taxılla və samanla dolu. Bu nə ilə? Bu həmcisdir. Nə ilə, nə ilə? Burada nə deyir mənə? Bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. Bağlayıcı, burada qoşmaları da var. Burada sadəcə qoşmanın ixtisarı olunub. Heç bir cümləyə aid olmayan fikir. Professor öz qapılarında, ata yurdunda da təzə salmış bağça gördü. Kim? Professor. Hansı professor? Öz qapılarında, ata yurdunda da təzə salınmış. Bax, mənə deyir ki, bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. İndi deyirsiniz ki, müəllimə, var da burada bağlayıcını niyə götürmədik? Amma bu bizdə tərkib var. Tərkibin içərisində girib onu parçalamaq olmaz. Tərkibin içərisində var, bəli, var dadə. Amma ümumiyyətlə tərkibi parçalamaq olmaz. Bu ümumiyyətlə heç birinə uyğun deyil. Oldu nə? Bir də oldu. 1, 2, 3 və 6. Sonra yolda tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Nə edirdi? Keçirdi. Keçirdi. Birdən səhv eləyərəm. 25. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, ortaq cəhətlərdir, ortaq cəhət deyil. Onun üzündə coşqun həyata qarşı biganə və kədərli bir ifadə var idi. Almurad baba ilan kimi nazik, lakin qapqara bulud parçasını göstərdi. Ortaq cəhətlər. Qoşma işlənmişdir. Bir baxaq görün. Onun üzünə coşqun həyata qarşı biganə və Almurad baba ilan kimi bənzətmə qoşmaz. Bunu götürürük. Köməkçi nitq hissələri quruluşca sadədir. Qarşı və bir ifadə var idi. Kimi, lakin, bəli. Bunlar hamısı sadədir. Köməkçi nitq hissələri. Bunu da götürürük. Qoşma adlıq halda olan ismə qoşulmuşdur. Adlıq halda deyil. Yönlük halda olan qoşma. Bu adlıq hala qoşulub. Bu isə yönlük hala qoşulub. Ona görə götürmürük. Ortaq cəhət deyil. Ədat işlənmişdir. Ədata baxaq görək. Ədat. Birinci cümlədə ədat var. İkinci cümlədə yoxdur. Bunu da götürürük. Oldu nə? 1, 2 və 4. Verilmiş cümlə ilə bağlı uyğun fikirləri müəyyən edin. İkinci güllədən sonra ayı daha tərpənmədi. Lakin biz onun yanına getməyə cəsarət etməyib obaya tərəf qaçdıq. Deməli, baxın görüm nə istəyir ki burada. Doğru və yanlış cəhətdə. Bir də test olanda heç xoşlamıram da. Bir baxaq görək. Deyir ki, qoşmalar ismin eyni halında olan sözlərə qoşulmuşdur. Bir baxaq görək qoşmalar.
bir qoşma budur, zaman qoşması. İsmin çıxışlıq halına qoşulub. Ayı daha tərpənmədi. Lakin biz onun yanına getməyə cəsarət etməyib, obaya tərəf getdik. Bu da ismin yönlük halına qoşulmuş istiqamət qoşmasıdır. Bir baxaq görək. Qoşmalar ismin eyni halında olan sözlərə qoşulmuşdur. Səhvdir. Sonra baxırıq buradan. Bağlayıcı mürəkkəb cümlənin komponentlərini əlaqələndirmişdir. Bir baxaq görək. Lakin qarşılaşdırma bağlayıcısı iki dənə mürəkkəb cümləni bir-birinə bağlayıb. İkinci güllədən sonra ayı daha tərpənmədi. Tərpənmədi nə ayı? Biz onun yanına getməyə cəsarət etməyib, obaya tərəf qaçdıq kim biz? İki dənə mürəkkəb cümləni bir-birinə birləşdirən qarşılaşdırma tabisi bağlayıcısıdır. Bu doğrudur, götürürük bunu. Sonra yanlış. Qoşmalardan biri zaman, digərisi istiqamət bildirir. Bayaq qeyd etdim, bəli, bu zamandır, bu isə istiqamət, bu doğrudur. 4-ə baxırıq, deyir ki, köməkli nitq hissələrindən yalnız qoşma və bağlayıcı işlənmişdir. Səhv fikirdir, yalnız qoşma və daha tərpənmə ədadda var axın burada. Bu da səhvdir, oldu nə? 2 və 4. Cədvələ əsasən köməkçi nitq hissələri ilə bağlı, ay maşallah, testli, eləyək də, deyək. Cədvələ əsasən köməkçi nitq hissələri ilə bağlı uyğun fikirləri göstərir. Nümunə fikir, hökm. Doğru fikri götürməliyik. Baxaq, başlayaq, ya Allah. Deyir ki, o fikirləşdi ki, əgər canavarlar onların burada olduğundan duyuq düşsələr, əl çəkməyəcəklər. Tabeli mürəkkəb cümlədir. Bəli, mən nədən bildim tabeli mürəkkəb cümlədir? 2-dən aydınlaşdırma bağlayıcısıdır. Doğrudur. Bunu götürürük. Sonra 2-yə baxırıq. 2-də nə deyir? Ona görə də ətraf ərazilərin qoyun quzusu yaylağa köçənə qədər burada saxlanılır. Qoşma və quruluşca mürəkkəb tabeli bağlayıcı işlənmişdir. Ona görə də, bəli, bu bağlayıcıdır. Mürəkkəbdir özdə. Bir də köçənə qədər, nə zamana qədər qoşmadır. Bəli, qoşma və quruluşca mürəkkəb tabeli bağlayıcısı işləmişdir. Bu doğru olmaqdansa yanlış yazıb. Ona görə bunu götürmürük. Gəldik, baxaq 3-ə. Görəsən səhər işığı canavarların onlardan əl çəkməsinə kömək edəcəkmi? Köməkçi nitq hissələrindən yalnız güman və şübhə bildirən modal söz işlənmişdir. Görəsən modal sözdür. Canavarlar onlardan əl çəkəcəklər, kömək edəcəklərmi? Bir də sual ədatıdır. Bu da yanlış olduğuna görə. Nə deyir? Köməkçi nitq hissələrindən yalnız güman və şübhə bildirən modal söz işləmişdir. Bəli, yanlış olduğuna görə bunu götürürük. Çünki burada ədatda var, sual ədatı. Sonra baxırıq 4-ə bax. Sultan dayının günəşdə yanmış mis rəngli üzündə yenə də xəfif bir təvəssüm göründü. Bağlayıcı və sayla amonim olan ədat işlənmişdir. Deməli, Sultan dayının gülüşünə yaranmış mis rəngli üzündə yenə də bağlayıcıdır və sayla onun amonimi nəzir? Xəfif bir təbəssüm, bu ədatlı sayla amonimdir. Olan ədat işlənmişdir. Deməli, Sultan dayının günəşdən yanmış mis rəngli üzündə yenə də xəfif bir təbəssüm göründü. Xəfif bir təbəssüm göründü. 2 təbəssüm. Xəfif bir təbəssüm. Bağlayıcı və sayla amonim olan ədat işlənmişdir. Deməli, burada səhvim mən nəyə yol verdim ki 4-də? Deməli, deyir ki, bir də şərt oxuyaq. Bağlayıcı və sayla amonimli olan ədat işlənmişdir. Başa düşdüm, bağışlayın, bildim nə demək istəyir də. Burada bağlayıcıdır, ədatla amonimliyi var. Burada bir də ədatdır, sayla amonimliyi var. Burada doğru yazmalıymış, yanlış yazıb. Ona görə götürmürük. Mən də deyirəm, neyə səhv eləyirəm bayaqdan. Bu nədir? Bu nədir? Deyəsən, bununla qonağın başını aldatmaq istəyirsən, modal söz və yəlik halında olan əvəzliyə qoşulmuş qoşma işlənmişdir. Bu nədir? Deyəsən, modal sözdür. Bununla.
İsmin yəlik halına qoşulmuş qoşma var. Bu da doğrudur. Nə oldu? Deməli 1, 3 və 5 B variantı. 28. Nümunədə hansı köməkçi nitq hissəsi işlənmişdir? Ardıcıllığı müəyyənləşdirir. Yenə şeir parçası verib, şeir parçasından yola çıxaq. Deyir, az mıdır insanın məgər dərdi səri? Bu da bəşər üçün təzə təhlükə. Hazır fikirləri, düşüncələri başlara doldurub satdılar bəlkə. Bəxtiyar Vahabzadə, ardıcıllıq göstərməliyik. Deməli, az mıdır insanın məgər dərdi səri? Deməli, məgər dərdi səri. Sonra bu da bəşər üçün təzə təhlükə. Bağlayıcı. Az mı? Burada bir dənəsi də var bir şey. Az mıdır? Gözümdən yayındı. Bu ədat. Da bağlayıcı, qoşma, bəşər üçün təzə təhlükə, hazır fikirləri, düşüncələri başlara doldurub satdılar bəlkə modal söz. Nə oldu? Ədat, bağlayıcı, qoşma, modal söz. B var. 29-da nə deyir? Deyir ki, nümunədə hansı köməkçi nitq hissələri işlənmişdir? Ardıcılığı müəyyəni. Qarşımda nə çəpər, nə də kübarı. Mənim də ömrümə beləcə gəldin. Qəlbində bir çınqı od saxla barı, bəlkə bir çırağı yandırda bildim nüsrən kəsəməlli. Deməli, qarşımda nə çəpər, nə də ki barı. Deməli, nə də ki. Bu bağlayıcıdır, bu da bağlayıcıdır. Mənim də ömrümə beləcə gəldin, bağlayıcı, beləcə, ədat. Qəlbimdə bir çınqı od saxla barı, ədat. Bəlkə modal söz. Deməli, nə oldu? Bağlayıcı, 3 bağlayıcı. Sonra ədatdır 2, bu ədatdır, bu da ədatdır. Sonra modal söz. Oldu D variantı. Nümunədəki əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirir. Köməkçi nitq hissə. Görəsən modal söz. Ana modal söz 4. İndi də əvvəlki kimi oynaya bilirəmmi? İndi də bağlayıcı 2. Əvvəlki kimi, bu da oldu qoşma. Oynaya bilirəmmi? Bu da oldu nə? Sual ədatı. 3. Nə oldu ardıcıllıq? Nümunədə aid olmayan ardıcıllığı göstərin. Oldu nə? 4, 2, 1, 3. C variantı. 31. Verilmiş cümlələrdə köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən. Ən böyük bəla tale ilə razılaşa bilməməkdir. Bu deməli ədat. Bəla tale ilə, nə ilə, qoşma, razılaşa bilməməkdir. Sonra gəldi. Sərlövhə kitabın yol göstəricisi olduğu üçün qoşma, onu elə yazmaq lazımdır ki, bağlayıcı, öz vəzifəsinə uyğun olsun. Deməli, məndən nə istəyir? Ardıcıllıq istəyir. Deməli, ardıcıllıqdır. Deməli, ədat, qoşma, bağlayıcı, B variantı. Fikirləri hər üçünə uyğun gələn sözü müəyyənləşdirin. Müəyyənləşdirək də. Köməkçi nitq hissəsi kimi cümlədə arzu mənasını bildirir. Arzu ədatıdır da yəqin ki. Sonra isim kimi işlənə bilir. Quruluşca sadədir. Məsələn, kaş arzu ədatıdır. Mən onu isim kimi necə işlədim? Artıq ədatdır, amma sifətlə amonimliyi var. Barı. Elə budur doğru variant. Niyə? Çünki bir arzu ədatıdır, barı onu görən. Bir də barı yolla həyat arasında çəkilmiş divar hissədir barı. Sonra nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığı müəyyənləşdir. Sən ki uşaq deyilsən, sən ki, mən də sənin üçün uşaq deyiləm ki, mənim üstümə qışqırasan. Deməli, bu olacaq ki, ədat 3. Mən də bu bağlayıcı, sənin üçün qoşma deyiləm ki, bu da oldu nə? Bağlayıcı. Deməli, nə oldu? Ardıcıllıq istəyirsə məndən. Deməli,
Birinci gəldi 3, sonra gəldi 2, sonra gəldi 1, yeni 2, B variantı. Hansı cümlədə həm qoşma, həm də bağlayıcı işlənmişdir? Eyni anda, baxın, çiçəklərlə bəzədilmiş otaq qonaqları vali etdi. Nə ilə? Burada bir dənə qoşmadır. Duzla çörək dostluq rəmzidir. Nə ilə? Qoşma. Bu məsələdə zadəganlarla tacirlər xalqla eyni fikirdə idi. Bu məsələdə zadəganlarla tacir, zadəganlar və tacirlər, bağlayıcı, xalqla eyni fikirdə idi. Kim ilə? Xalqla. Oldu nə? C variantı. 35. 35'e baxırıq. Deyir ki, 35'də nümunədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. Köməkçi nitq hissələri. Həm də sən həmişə deməzdinmi ki, insan öz arzusuna qarşı durmamalıdır. Həm də bağlayıcı. Sən həmişə deməzdinmi ki, bu sual ədatıdır. Hanı ədat? Ki yenə bağlayıcıdır. İnsan öz arzularına qarşı qoşma. Oldu nə? 2, 3, 2, 3, 2, 1. C variantı 35'də. 36'ya baxırıq. Köməkçi nitq hissələri ilə bağlı düzgün fikirləri müəyyənləşdir. Mi sual ədatı ayrılıqda işlənə bilmir. Ayrılıqda işlənə bilmir. Niyə işlənməsin ki? Bu səhvdir. Sonra qoşmaların hamısı sözdən ayrı yazılır. Səhvdir. Səhv fikirdir. Sonra ədatlar öz aralarında sinonimlik yarada bilmir. Niyə yaratmır ki? Lap da qəşəng yaradır. Qoşmalar quruşca yalnız sadə olur, bəli. Ha yerinə görə həm qüvvətlendirici, həm də əmr ədatı olur, bəli. Elə nə oldu? 4 və 5. Nümunədə işlənmiş köməkçi nitq hissələri ilə bağlı səhv fikri müəyyən edin. Səhv fikri müəyyən eləyək də. Sən danışdıqca sanki mən də Dağıstan igidlərini görürəm. Ah, Banu. Doğrusu səni bu qədər istədiyimi bilmirdim. İlyas Əfəndiyevin deməli əsərinə verilmiş parçadır. Deməli, baxırıq. Sən danışdıqca sanki burada modal sözdür. Bu modal sözdür, bu bağlayıcıdır. İgidləri görürəm. Ah, modal nidadır. Doğrusu modal sözdür. Səni bu qədər istədiyimi bilmirəm. İndi mənə nə deyir? Köməkçi hissələr bağlı səhv fikri göstər. Baxaq. Deyir ki, ardıcıl olaraq modal söz, ədat, nida belə səhvdir. Burada ədat yoxdur ki. 1 elə səhvdir. Sonra bənzətmə müqayisə və güman şübhə bildirən modal söz işlənmişdir. Sanki bənzətmədir. Sonra mən də görürəm. Güman şübhə bildirən modal söz yoxdur axı burada. Səhvin biri də budur. Kitabdan əvvəl işlənmiş A həm çağırış, həm də təəccüb bildirən nidadır. Təəccüb bildirən nida ola bilər, amma çağırış nidası deyil. Oldu nə? Sonra çünki çağırış nidası ay, bir də A-dır. 1, 2, 3. C variantı. 38. Nümunədəki köməkçi nitq hissələri ilə bağlı səhv fikri müəyyən edin. Səadət xanım, olsun ki, sərvətli deyil, ancaq gözəlliyi və rəhmdilliyi ilə şöhrət dammışdı. İsmail bəy Qurtqaşından Rəşid bəy və Səadət xanım hekayəsindən götürülmüş parçadır. Deməli, səhvlər göstərdiyirsə, ardıcıl olaraq modal söz, bağlayıcı, ədat və qoşma işlənmişdir. Olsun, modal söz, sərvətli deyil, ancaq bağlayıcıdır. Məndən nə istəyir? Modal söz, bağlayıcı və rəhmdilliyi bağlayıcı ilə qoşma. Şöhrət, ümumiyyətlə burada ədat yoxdur. Bir ona görə səhvdir götürürük. Sonra nümunədəki modal söz bəlkə də sözünün sinonimidir, yəqinlik bildirir. Baxaq görə. Səadət xanım, bəlkə də sərvətli deyil. Olsun ki, sərvətli deyil. Sözüdür sinonim, yəqinlik, güman şübhə, yəqinlik bildirir, bəlkə də. Bu onu əvəz eləyə bilmir sinonim kimi. 1, 2.
Sonra baxırıq. Ancaq sözü amonimdir. Nümunədə ədat kimi işləmiş. Nümunədə bağlayıcı kimidir bu. Qarşılaşdırma bağlayıcısı. Oldu nə? 1, 2 və 3. C variantı. Cümlələrin birində 3 müxtəlif köməkçi nitq hissəsi işlənmişdir. 3 köməkçi nitq hissəsi işlənmişdir. Baxaq. Satqınlar və cəsuslar çox vaxt qan içən qaçqınlar ilə birlikdə arxaya da keçə bilirlər. Arxaya da deməli bağlayıcı və qaçqınlar ilə qoşma birgə arxaya da keçə bilirlər bağlayıcı. Burada ikisi işlənir yalnız. Bağlayıcı və qoşma. Mirzalı sazla gələn oğluna işarə etdi ki, geri qayıtsın. Mirzalı sazla nə ilə qoşma? Yəni oğluna bağlayıcı, geri qayıtsın, bağlayıcı və qoşma var. Axı Murad qardaşı ilə necə razılaşa bilərdi? Axı ədatdır, qardaşı ilə qoşmadır. Necə razılaşa bilərdi? Burada ədat və qoşmadır. Ürəyindən keçdi ki, anası və atası üçün hədiyyə alsın. Deməli ki, bağlayıcıdır və bağlayıcıdır, qoşmadır üçün. Burada yalnız ikisi var. Elə Gülgəzin əri Mirələm də deyəsən sürücü idi. Elə ədatdır, də bağlayıcıdır, deyəsən də modal sözdür. Oldu Y variantı. 40. Madəm ki, buraya qədər gəlmisən, gərək müsabiqənin iştirakçılarından olasan. Hətta çıxış edəsən. Nümunədə işlənmişdir. Aha, deməli, mən tapmalıyam ki, nə işlərim? Deməli, madəm ki, bu şərt bağlayıcısıdır, bunu belə götürək. Şərt bağlayıcısı. Bura qədər bu qoşmadır, məsafə qoşmasıdır. 3. Sonra gəlmirsən, gərək arzu ədatıdır. Müsabiqədə iştirak, hətta bu da oldu nə? Olacaq iştirak bağlayıcısı. Nə oldu? 1, 3, 4, 5. 1, 3, 4, 5. Hansı cümlələrdə həm nida, həm də ədat işlənmişdir? Həm nida, həm də ədat işlənmişdir. Baxaq, təzə pomidor neçəyədir ha kişi? Deyə əlini səbətə çaldı. Burada bir dənə çağırış nidası var. Nida var, ədat yoxdur. Sarıköynək dedi ki, ay xala, Allaha şükür, oğlun da gəlib. Sarıköynək bağlayıcıdır, çağırış nidasıdır. Oğlun da gəlib bağlayıcıdır. Sonra, ay rəhmətliyin qızı, barı bu yemiş qarpız vaxtı. Çayı az iç. Çağırış nidasıdır. Barı ədatdır. Bu yemiş qarpızı az ye, iç. Biri 3'dür. Sonra baxaq. Eşitdim, ay dayı, mənsiz ova çıxıbsan. Axı heç vaxt tək getməzdin. Çağırış nidasıdır. Axı da sual ədatıdır. Oldu nə? 3 və 4. Hansı nümunələrdə həm nida, həm də ədat işlənmişdir? Nida və ədat. Baxırıq. Deyir, ay bəy, sən də pis demirsən ha. Çağırış nidasıdır. Sonra hətta burada mən bağlayıcını da görürəm. Ha da ədatdır. Oldu nə? 42'də 1. Qumru da mənim bacımdır. Sənibər də. Nidadır. Da bunlar bağlayıcıdır. Sonra gördünmü? Atam mənim başıma nə oyun açdı. Modal sözdür. Atam mənim başıma nə oyun açdı burada yoxdur. Ay bala, onun dərdini çəkməyin lap adamı təəccübləndirdi. Çağırış nidasıdır. Bir də lap qüvvətlendirici ədatdır. Oldu nə? 1 və 4. 43. Nümunədə işlənmiş köməkçi nitq hissələri haqqında doğru fikirlərdir. Vətəni sevəcəkdir. Əhd ilə peymanı kimi. Olmaram razı əgər cəhildə qalsa vətənim. Vətənim qalsa əgər cəhildə yansın bu tən. Süleyman Sahil Axundov. Deməli, baxırıq. Deyir ki, qoşma işlənmişdir. Vətəni sevəcəkdir. Əhd ilə peyman kimi. Peyman kimi bənzətmə qoşması. Bu doğrudur.
Hiss, həyəcan, emosionallıq yaradan sözlər işlənmişdir. Modal sözdən söhbət gedir. Əhd ilə peyman, bu bağlayıcıdır. Razı əgər olsa vətənim, vətənimə qalsa əgər cəhildə yansın bu tənim. Bu səhvdir. Birləşdirmə və şərt bağlayıcısından istifadə olunmuşdur. Birləşdirmə və şərt bağlayıcısından və birləşdirmə bağlayıcısıdır. Baxaq görək, şərt bağlayıcısı var. Bəli, əgər qalsa, yəni əgər oldu nə? 3. Mənanı qüvvətləndirən sözlər də işlənmişdir. Ədadda yoxdur. 1, 3. Köməkçi nitq hissələri ilə bağlı doğru fikirlərdir. Köməkçi nitq hissələri ilə bağlı. Deyir ki, söz yaradıcılığında iştirak edir. Səhv fikirdir, söz yaradıcılığında. Söz yaradıcılığının tərkibində iştirak edə bilər. Nə sözün quruluşunu dəyişə bilir, nə cümlənin quruluşunu dəyişə bilir, nə də söz birləşməsinin tərəflərini təşkil edə bilmir. Köməkçi nitq hissələri təşkil etmir də, yəni. Ancaq tərkibində iştirak edə bilər. Yalnız qrammatik mənaya daşıyır, bəli, yalnız qrammatik məna daşıyır. Homonim ola bilmir, əksinlik olmur ki. Sinonim ola bilir, bəli, öz məna növləri arasında ola bilir. Ayrıqda cümlə üzvü yerində işlənirsə 2 və 4. Köməkçi nitq hissələrə bağlı səhv fikirlərdir. Qrammatik məna daşıyır, bu doğrudur. Zaten onun qaydası odur. Quruluşca sadə düzəltmə mürəkkəb olur. Quruluşca sadə düzəltməsi yox, mürəkkəb və nasıl istəyirəm? 3. Düzəltməsi yox, sadəsi və mürəkkəb olur. Sonra sinonim xüsusiyyətinə malik deyil. Niyə malik deyil ki? Söz yaradıcılığına iştirak etmir. 3 və 4. Altından xətt çəkilmiş hansı hissə cümlədən çıxarılsa, məna dəyişkənliyi baş verməz. Lakin cümlənin emosionallığı azalar. Ədaddan söhbət gedir də, əlbəttə ki. Baxın, deyir ki, sənsiz güllər açarmı? Çıxartdım. Sənsiz güllər açar. Adi bir nəqli cümləyə çevrilir. Nəqli neydi, bağışlayın. Adi bir intonasiya ilə yaranmış sual cümləsinə çevrilir. Sənsiz güllər açar. Budur. Sonra dəvəcə boynun olunca düyməcə ağlın olsun. Deməli, dəvə qədər bu qoşmadır. Düymə qədər. Qoşmanda cümlədən çıxartmaq olur. Səni ruhən sarsıdan duyğuları etiraf etsənə, etiraf et. Çıxartdım mən bunu. Cümlədə elə bir ki, emosionallıq azaldı. 1-3. Sonra bir də baxırıq. Gənclik xatirələrini qəlbində saxlamısan. Qəlbində saxlamısan. Saxlamısan, bir də saxlasan. Burada heç bir dəyişkənlik baş verməz axı. Burada ümumiyyətlə olmaz. Bir baxaq sonra. 5-ə baxaq ki, bircə evin bacasından çıxan tüstü burada insan yaşadığından xəbər verdi. Bir evin bacası və yaxud bircə evin bacası bir də oldu. 1-3 və 5. 47. Köməkçi nitq hissələrə aid düzgün fikirlər. Düzgün fikirlər. Bəziləri əsas nitq hissəsi ilə amonim təşkil edə bilir. Yəni, təşkil eləməsin ki, məsələn, ay. Bir var planet ay, bir də var çağırış nidası. Hələ bir nümunə göstərdim. Və yaxud sonra, əvvəl, bircə. Bir qismi söz cümlə kimi işlənə bilmir. Niyə işlənə bilmir? Bir qismi söz cümlə kimi işlənə bilmir. Doğrudur. Bir qismi söz cümlə kimi işlənə bilmir. Bəli, söz cümlə kimi işlənə bilir, ancaq təsdiq və inkar bildirən ədadlar. Qoşma və bağlayıcılar sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Bu səhv fikirdir. Sonra, çünki qoşmalar sadə olur ancaq. Amma bağlayıcılar sadə və mürəkkəb olur. Qrammatik məna daşıyır, bu qaydadır. Qoşmaları müstəqil cümlə üzvü kimi çıxış edə bilir, səhvdir. Bizə də qoşma qoşulduğu sözlə birgə cümlə üzvü olur. 1, 2 və 4. Yalnız bir köməkçi nitq hissəsi kimi işlənə bilən sözləri müəyyənləşdirir. Yəni, amonimliyi olmasın. Ötürü bizə də qoşma olur. Yəni, həm sual ədad olur, həm də bağlayıcı olur. Aydınlaşdırma bağlayıcısı. Ancaq həm ədad olur, həm bağlayıcı olur.
Lap bir dənə ədad olur. Ca həm zərf üzərinə leksik şəkilçi olur, həm qoşma olur, həm də ədad olur. Bir də yalnız bir köməkçi nitq hissəsi kimi işlənən sözləri müəyyən edin. Bir köməkçi nitq hissəsi kimi. Bizə dənə ədad olur. Oldu nə? 1, 4 və 5, 49 hansı cümlələrdə həm modal, həm də ədad işlənib durğu işarəsi buraxılmışdır? Firuzənin ağlamağı mənə pis təsir elədi. Axı, doğrudan da o heç nə eləməmişdi. Burada bir axı var, ədad. Bir də doğrudan da modal sözdür. Bir burada qoyuruq vergülü, bir də burada. Birdir səhv. Sonra baxaq görək səhv deyəndə buraxılıb da doğru fikir odur. Sonra düzdür. Modal söz. Düzdür. Qız yetər onları danışdı. Ancaq heç kim inanmadı. Burada var modal söz. Bir də ancaq ədad var. Ədad nə idi? Bağışlayın. Bağlayıcı var. Çünki iki cümləni bir-birinə bağladı. Danışdı, ancaq heç kim onu inanmadı. Əlbəttə o cür ki, siz dərs deyirsiniz, uşaq necə başa düşsün? Əlbəttə o cür ki, siz dərs deyirsiniz, uşaq necə başa düşsün? Əlbəttə o cür ki, siz dərs deyirsiniz, uşaq necə başa düşsün? Deməli, burada var modal söz, var qüvvətləndirici ədad. 1-3. Düzü, mən də müzakirələrin gedişindən razı qalmadım. Burada var bir dənə modal sözdür. Oldu nə? 1 və 3. Hansı cümlədə həm modal söz, həm də ədad işlənmişdir, durğu işarəsi buraxılmışdır. Əlbəttə, təbiətin gözəlliyinə tamaşa etmək mənim də xoşuma gəlirdi. Var burada modal söz, vergülünü də qoyaq, amma ədad yoxdur. Bir dənə bağlayıcı var. Şübhəsiz ki, atamın məzəmmətləri mənə ən ağır zərbə idi. Var burada modal söz, bir də ədad 2. Sonra doğrusu bu xəbər məni də sevindirdi. Doğrusu modal söz də bir də bağlayıcı. Görünür çox utanırdı. Ona görə də söhbəti daha tez bitirmək istədi. Görünür modal söz utanırdı. Ona görə də bu qoşmadır. Ona görə də söhbəti qoşma nəymiş? Bağışlayın. Ona görə də söhbəti daha tez, daha ədadlı bitirmək istəyirdi. Bir də bu. Oldu da 2 və 4. 51-ə baxaq deyir. Hansı cümlələrdə həm modal söz, həm də ədad işlənmişdir və durğu işarəsi buraxılmışdır? Deməli, Orxan fikirləşdi. Yəqin adamları inandırmaq o qədər asan deyil. Burada bizə də nə? Modal söz var, ədad yoxdur. Baxırıq digərlərinə. Hacı düşünürdü ki, görəsən, axı bu niyə belə etdi? Axı sual ədatı. Görünür, modal söz. Molla Sadıq narahat olduğu üçün bütün gecəni yatmamışdı. Modal söz var, bir dənə də qoşma var. Siz buralısınızmı? Sual ədatı. Nəhayət, modal söz. Əsmər ondan soruşdu. Demək oldu nə? 2 və 4. Hansı cümlədə həm modal söz, həm də ədad işlənmişdir, durğu işarəsi buraxılmışdır? Baxaq, deyir ki, nəhayət, modal söz. Texniklə Həqiqət xanım eyni qərara gəldilər deyə Hacı dilləndi. Burada bircə dənə texniklə. Texnik və Həqiqət xanım, bir dənə də bağlayıcı var, ədad yoxdur. Axırıncı sözləri xatırlayaraq fikirləşdim. Görəsən, doğrudanmı onların günahı yox idi? Deməli, biri budur, biri sual ədatıdır, bir də modal söz. Sonra, şübhəsiz ki, Azad bu sözləri eşidəndə deyəcəkdi. Axı mən kiməm? Deyəcəkdi, axı mən kiməm? Bu da sual ədatı, biri də budur. Sonra, onun sözləri ürəyimi lap birtəhər elədi. Deməli, qardaş, möhkəm atışmısınız. Deməli, lap ədaddır, birtəhər deməli, bir də budur.
Sonra əlbəttə bizimkilər də düşmənə layiqli cavab verdilər. Əlbəttə bu bir bağlayıcı, layiqli cavab. Bir dənə burada ədat bağlayıcı var, bir də ədat. Oldu nə? 2, 3 və 4. 53-ə baxırıq. Əminlik bildirən modal söz və bağlayıcı işlənmiş cümlə hansıdır? Cümlələr hansıdır? Deyilənə görə xan qızı cavanlıqda lap gözəl olub. Burada mən ədat neymiş? Bağlayıcı görmürəm. 2-yə baxırıq. 2-də deyir ki, düzü babam sağalmadı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bir bağlayıcı, bir də modal söz 1-2-dir. Doğrusu qız yetər susdu, amma bədəni titrəyirdi. Biri də budur. Doğrusu bir də amma qarşılaşdırma bağlayıcısı. Nəhayət bir axşam alaçıqlar və komalar söküldü. Burada var modal söz, amma əminlik bildirmir. Bağlayıcı da burada. Oldu nə? 2 və 3. Sonra əminlik bildirən modal söz və bağlayıcı işlənmiş cümlələr hansıdır? Baxırıq. Doğrusu bir əminlik budur. Onu inandırmaq çətin olacaq. Amma yenə də çalışaram. Bu da bağlayıcıdır. 1. Doğrudan lap qəribə olmuşam. Bağlayıcı yoxdur. Görürsənmi? Demək işləyən tələbə. Təkcə sən deyilsən. Bağlayıcı görmürəm mən burada. Sonra düzü mən kənar adamam. Ancaq vicdanım məcbur edir. Bəzi sözləri deyim, ancaq bağlayıcı oldu. Nə? 1 və 4. Deməli, 55-ə baxırıq. Nümunəyə əsasən klasteri tamamlayan fikirləri müəyyən edin. Deməli, çay-çaya qovuşmaz, sular daşmasa. Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa, nə ildırım çıxır, nə də yağış yağır. Bəxtiyar Vahabzadə. Köməkçi nitq hissələrindən birgəlik, bir də vasitə bildirən qoşma işlənmişdir. Sonra iştirak bağlayıcısı işlənmişdir. İştirak bağlayıcısı, çay-çaya baxaq. İştirak bağlayıcısı, bəli. İştirak bağlayıcısı işlənib. Sonra mənanı qüvvətləndirən sözlər işlənib. Mənanı qüvvətləndirən sözlər işlənib. Ədatdan söhbət gedir. Mən ədat görmürəm burada. İnkarlıq bağlayıcısı işlənib. Əlbəttə nə də. Fikrə münasibət bildirən sözlər işlənmişdir. Xeyr. 1 və 4. 56-ya baxaq. Nümunədə işlənmiş köməkçi nitq hissələri ilə bağlı səhv fikri müəyyən edin. Dəniz olmaq istəyirəm, ay ana. Öz sinəmi göylər üçün açaram. Yox, ay bala. Anan qurban boyuna. Dəniz olsan, səni necə qucaram? Nəbi Xəzri. Deməli, baxırıq. Deyir ki, nümunədə ardıcıl olaraq nida, qoşma, ədat işlənmişdir. Bir baxaq görək. Çağırış nidası, sonra qoşma, ədat, çağırış nidası. Mən sonda ədatı görmədiyimə görə səhvdir. Əsas nitq hissəsilə amonim olan sözlər işlənmişdir. Bəli, ay istifadə olunur. Biri var planet ay, bir də var ilin 12 ayı, bir də var çağırış nidası. O doğrudur. Birinci misrada çağırış nidası var, bəli. Həm birinci, həm də üçüncü misrada. Bu doğrudur. Nümunədə səbəb məqsəd mənasını bildirən köməkçi nitq hissəsi var, bəli, var, üçün. Sonra baxaq ki, nümunədə sual ədatı işlənmişdir. Təsdiq və inkar bildirən ədat işlənmişdir. Nə oldu? 1 və 5. Baxırıq 57-yə. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Necə demişdim, elə də olacaq. Bu hekayə necə də əzəmətlidir. Burada nə tərzdə? Burada zərfdir. Burada isə köməkçi nitq hissəsi. Yalnız qrammatik mənası var. Bu əlavə olunur. Bura üçün köməkçi nitq hissəsidir. Sonra gəldi. Bərabər hüquq sözləri bir-birinə bağlayıb. Gərək bağlayıcı ola. Bunların heç biri bağlayıcı deyil. Leksik mənası var. Bu. Sonra cümlə üzvü deyil. Əlbəttə bu. Bağlayıcı söz vəzifəsində işlənib. Əlbəttə bağlayıcı söz budur. Bağlayıcı söz. Çünki tabeli mürəkkəb cümləni bir-birinə bağlayıb. Biri oldu C-yi, 2 oldu A-di. Sonra cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən. Necə də istedadlı gənclərimiz var. Bir də sənə necə iş lazım olduğunu biz də bilirik. Deməli, köməkçi nitq hissəsidir bu.
Cümlənin emosionallığını artırır. Cümlənin emosionallığını artırır. Budur, çünki ədatdır. Leksik mənası var. İkincidir, çünki cümlə üzvüdür. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aid olan fikirdir. Cümlələr arasında əlaqə yaradır. Bu da bağlayıcıya aid olan fikirdir. 1-ə A, B, 2-ə C. 59. Fərqləndirilmiş sözlərinin vəzifəsinə əsasən uyğunluğu müəyyən. Deməli, ədat və bağlayıcı. Arif, sözünü dedə, nə gözləyirsən? Dedə, denəndənə oldu bu bağlayıcı. Səs-küylü otaqda bayırdan bir fit səsi də eşidildi. Fit səsi də eşidildi. Nə bilim, qışqırıq səsi də eşidildi. Sadalama funksiyası yaradırsa, oldu nə? Bağlayıcı. Yazdığı məktubları da özü ilə aparmışdı. Məktubları da, vərəqləri də, nə bilim, xatirələrini də özü ilə aparmışdı. Bu oldu nə? Bağlayıcı. Gördüklərini danışdana oldu ədat. Nəğmə oxuyurdu. Gül də, çiçək də, nə bilim, bağda, bostanda, özümdən əlavə edirəm. Bu da oldu nə? Bağlayıcı. Deməli, biri oldu A, D, 2-ə B, C, Y. Cümlədə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyənə durğu işarəsi buraxılmışdı. Xoşbəxt o adamdır ki, sərvətə ehtiyacı yoxdur. Burada bağlayıcıdır. Xəbərdən sonra gəlib. Qəlb ki var, şüşədir. Qəlb ki var, şüşədir. Sındırma, yamamaq olmaz. Bu da qüvvətləndirməyə xidmət edir, ədatdır. Fikrin təsirli olmasına kömək edir. Əlbəttə bu bağlayıcı. Sonra baxırıq. Özündən sonra vergül qoyulur, bu bağlayıcı. Ədatdır. Cümlələr arasında əlaqə yaratmağa xidmət edir, bağlayıcı. Bir də cümlədən çıxarılsa emosionallıq azalar, bu da ədat. 1-ə B-dır, 2-ə A, C, Y. Cümlədə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyənləşdirir. Uyğunluğu. Malını da, canını da bu yolda qurban verməyə hazırdır. Bu bağlayıcıdır. Malını yeməyənin malını yeyərlər dana. Bu da ədatdır. Fikrin təsirli olmasına kömək edir. Ədat. Cümlə üzvləri arasında əlaqə yaradır. Bağlayıcı. Cümlədə sözə qoşularaq məna çaları yaradır. Bu qoşmaya aid qaydadır. Ədatdır. Bağlayıcıdır. 1-ə B, Y, 2-ə A, D. Cümlədə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edir. Dost ilə çörək kəs, alış-veriş eləmə. Deməli, qurd ilə qoyunun dostluğu tutmaz. Deməli, deyir ki, birləşdirmə vəzifəsində işlənib, atırıq bura. Sonra, cümlədə sözə qoşularaq məna çaları yaradır, qoşmadır da bu. Qoşmadır, sonra əlavə edirik bura. Adlı xala olan sözə qoşulub, birgəlik mənasını bildirir. Bu da qoşmadır. Dost ilə. Fikrin təsirli ifadə olunmasına kömək edir. Fikrin təsirli olmasına xidmət edir. Bu ədatdır. Deməli, oldu nə? 1-ə B, C, D, 2-ə A. Cümlələrdə işlənmiş köməkçi nitq hissələrinə əsasən uyğunluğu müəyyən. Qoşma, bağlayıcı. Dəmir qələm ilə dəftərin çantasına qoydu. Dəmir qələm ilə dəftəri çantasına qoydu. Dəmir qələm və dəftəri çantasına qoydu. Bu nə oldu? Bağlayıcı ilə bağlama xidmət edir. Xoş sözlə ilanın yuvasından çıxarmaq olar. Xoş söz ilə. Bu da oldu bağlayıcı, qoşma. Sonra gəldik. Səlimə nənə bizə isti təndir çörəyi ilə pendirə qonaq etdi. İsti təndir çörəyi və pendirə qonaq etdi. Bu da bağlayıcıdır. İgid ləqəbi ilə tanınır. Nə ilə tanınar? Qoşma. Qonaq ehtiramla başını yuxarı qaldırıb sözə başlar. Nə tərzdə? Burada isə ismə qoşulmuş zərf-zərdən leksik şəkilcidir. 63-də 1-ə oldu B-dir, 2-ə A-C. Eyler-Venn diaqramına əsasən cümlələrdə fərqləndirilmiş sözləri müqayisə edin. Öz əli ilə bütün işləri korlamış oldu.
otağa girməyi ilə çıxmağı bir oldu. Deməli, baxdıq. Deyir ki, cümlədə sözə qoşularaq məna çaları yaradır. Əlbəttə, qoşmadır bu birinci. Sonra baxaq görək. Cümlədə birləşdirmə funksiyasını yerinə yetirir. Birləşdirmə funksiyasını yerinə yetirir. Bu nədir? Girməyi və çıxmağı bir oldu, bağlayıcıdır. İşləndiyi cümlənin emosionallıq yaradır. Bu emosionallıq yaradır. Bu nə qoşmayla bağlayıcıya aid olan fikirdir. İxtisar forması lə sözləri bitişik yazılır. Bəli, bu hər ikisinə aid. Ümumiyyətlə ilə nin qısaldılmış lalə həm zərf düzəldən leksik şəkil olub bitişik yazılır. Həm qoşma, həm də bağlayıcı olanda fikrin təsirli ifadə olmasına kömək edir. Bu da səhvdir, heç birinə uyğun deyil. Deməli, nə oldu? 1-ə A, 2-ə B, 3-ə D. Madam ki, məsləhətə qulaq asmırsan, mən səni daha narahat etməyəcəyim. Ancaq bu hərəkətinlə nələri itirdiyini deyəsən, başa düşmürsən. Cümlədə əsas nitq hissələrinə aid olmayan sözlərin işlənmə ardıcıllığını müəyyən. Madam ki, bağlayıcıdır bu. Bağlayıcı, tabirlik bağlayıcısı. Qulaq asmırsan, səni daha narahat etmərəm ədat. Ancaq bağlayıcı bu hərəkətinlə nə ilə qoşma, nələri itirdin deyərsən modal söz, başa düşmürsən. Deməli, nə oldu? Ardıcıllıq olaraq birinci 2 gəldi, tabirlik bağlayıcısı, sonra ədat gəldi 5, sonra bağlayıcı gəldi, yəni tabesizlik bağlayıcı, qarşılaşdırma bağlayıcısı 4, sonra qoşma gəldi 1, sonra modal söz 3. Düzülüşü belədir də 2, 5, 4, 1, 3. 66. Cümlələrdə işlənən köməkçi nitq hissələrini nəzərə alaraq ardıcıllığı müəyyən edin. Qoy əvvəl hər şeyi etiraf etsin. Qoy əvvəl əmr ədatı, ardıcıllıq soruşursan məndən 3. Hamı məşğuldur, yəni heç kəs boş dayanmayıb. Aydınlaşdırma bağlayıcısı, bağlayıcı 2. Abala, içəri gəl, bayırda dayanma, çağırış nidası 4. Bir dəstə uşaq yol boyunca əkilmiş söyüd ağaclarını sulayırdı. Yol boyu qədər. Bu da oldu nə? Qoşma. 3, 2, 4, 1. 67. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin. Oh, Nadia, mən həmişə sən deyən kimi yadımda saxlayıram ki, aktyorlara ancaq səhnədə baxmalı, onları həyatda görməməli. Cəfər Cabbarlının Oqtay İloğlu əsərindən verilmiş parça. Deməli, məndən ardıcıllıq soruşursa, deməli, oh, bu nidadır. Mən həmişə sən deyən kimi, bu da nədir? Qoşma, bənzətmə qoşması, bağlayıcı, ki, bir də ədat. Deməli, oldu nə? 4, 1, 2, 3. 68. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin. Sanki yoxsullarla yaşamaq olmaz. Altunsuz, üzüksüz. Olsa yaxşıdır. Fəqət olmayanda qiyamət olmaz ki, deməli, modal sözdür sanki. Yoxsullarla kim ilə qoşmadır. Altunsuz, üzüksüz olsa yaxşı. Fəqət bağlayıcıdır. Qarşılaşdırma bağlayıcısı. Olmaya qiyamət olmaz ki, bir də oldu ədat. 4, 1, 2, 3. 69. Nümunədə işlənmiş köməkçi nitq hissələrinin ardıcıllığını müəyyənləşdirin. Oh, zavallı bacım, sənsən. Səadətini tanrım qədər sevdiyim bu xalq bircə səni də yaşatmadı. Oh, bu oldu nida. Zavallı sənsən. Səadətini tanrım qədər sevdiyim bu xalq bircə, bu da oldu ədat. Səni bağlayıcı. Bir də nə oldu? Qoşma. 69'da oldu. 4, 1, 3, 2. İşarələnmiş sözlərin hansı nitq hissəsi olmasına görə işlənmə ardıcıllığını müəyyənləşdirin. Ədat qoşma, əvəzlik qoşma, ədat bağlayıcı. Kimi susur, kimi də danışır. Kimi bu qeyri-müəyyən əvəzlikdir. Bu işi ancaq sən bacararsan, yalnız sən bacararsan, ədat.
Çox gözlədik, ancaq gəlmədi, lakin gəlmədi bağlayıcı. Ovçu görmüş maral kimi diksindi. Deməli, bu da qoşma, bənzətmə qoşması. 1, 3, 4, 2. Altından xətt çəkilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu işlənmə ardıcılığına görə müəyyənləşdir. Kimi yazır, kimi oxuyur, bu bağlayıcı, bağışlayın, bağlayıcı neymiş? Əvəzlikdir, qeyri-müəyyən əvəzlik. Cəmil riyaziyyatı da çox sevir. Riyaziyyatı da, Azərbaycan dilində ədəbiyyatı da sədalma funksiyası yaradırsa, bu da oldu bağlayıcı. Bacım telefonla danışırdı. Nə ilə danışırdı? Oldu bu qoşma. Ata bu barədə hətta düşünməmişdi. Bu da ədat. 1, 4, 2, 3. Cümlədə işlənmiş köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Orxan qarşı tərəfə keçmək istəyən yaşlı qadına da kömək etdi. Deməli, cümlədə işlənən ardıcıllıq soruşursa məndən, qadına da, uşağa da, böyüyə də bu bağlayıcıdır. Söylədiklərimi Raufdan qeyri heç kəsə demə. Raufdan qeyri qoşma. Bahar hər şey görünür, sonra öyrəndi. Görünür modal söz. Sonra sən belə onun böyük səylə çalışdığına inanırdın. Sən belə. Bu da ədatdır. 3, 2, 1, 4, 3. 73. Cümlələrdə işlənən köməkçi nitq hissələrinin işlənmə ardıcıllığını müəyyən edin. Pəncərədən baxanda qarşı tərəfdə əzəmətli Kür çayı da, nə bilim Araz çayı da özümdən əlavə edirəm ha. Aydın görünürdü, onda olur bağlayıcı. Adam özündən böyüklə belə danışmaz. Adam özündən böyüklə kim ilə qoşmadır. Hər şey bəlkə də əvvəl planlaşdırılmış, bəlkə də güman şübhə bildirən modal sözdür. Elə bu anda toyxanadan başqa musiqi səsi ucaldı. Toyxanadan başqa musiqi elə bu vaxt. Bu da oldu nə? 2, 1, 3 ədat. 2, 1, 4, 3. Deməli bitdi. Baxın görüm nəsə ola bilər, gözümdən yayınır. Ola bilər ki, nə olarsa səhv falan olar. Mexaniki səhv də olar da insana. Rəy bölməsində yazarsınız, mən də düzəliş etmiş olam. Belə, Allahın amanında olun. Allah sizi qorusun.